Sadəcə mən bunu heç yerdə səsləndirməmişəm, amma adil kadrlarda, yəni əmək münasibətlərində çalışan insanların təfəkkürü, tərzi və energetikası ilə HR-lıqda çalışa bilən insanın tərzi, təfəkkürü, energetikası müxtəlifdir. Onlar biznesi necə idarə edirdilər o vaxtda? Necə də? Yəni O mən vaxt hələ də biznes, başa o düşmürəm. vaxt biznes tələbatları belə deyildi. Yəni rəqabət bu deyildi, çeviklik, sürət, daha çox dayanıqlıq önəmli idi, fundamentallıq önəmli idi. Yəni sənədim düz olsun. Daha çevik olsun, sürətli olsun deyil, düz olsun idi məsələ. Amma düz də elə bildilər. Hə, əmək bazarı bacardığını eləyib hər bir dövr. Biz heç kəsi tənqid edə bilmərik o cəhətdən ki, biz onların reallığını, hər dövrün öz reallığı var. Mən həmişə universitetdə öz tələbələrimə deyirəm ki, siz indi kimisə tənqid edirsiniz, yollar pisdir, müəllim belədir, təmir belədir, amma vaxt gələcək sizi edəcəklər və siz gələcəksiniz hakimiyyətə, belə deyək, idarəçiliyə və s. Reallıq ondan ibarətdir ki, biz indi bu idarəçilikdəyik, biz bizneslərdə hakimiyyətlərdəyik və biz görürük ki, hər şey o qədər asan deyil. Yəni ki, proses idarə ilə, optimizasiya ilə, buradan hüquqa bax, buradan HR-lığa, buradan talent management və sən çox gülmə şəkər görünəsən, belə deyil. Reallıq o qədər asan deyil. Yəni bir biznesmena hər şey idarə etmək o qədər asan deyil. Ona görə o vaxt belə tələbat var idi. Belə lazım, belə məsləhət idi. İndi başqa cür məsləhət.